Əllamə Təbəttəbai deyirlər ki, neçə il İmam Rza Əleyhisselamın məhəbbət bəslədi, nə ala bildin ondan? Demir. Belə də xatirələrində yazırlar. Demir. Tələbəsi and verir onu İmam Rza Əleyhisselama. Bilir ki, onun nə ilə danışdırmaq olar. Biləm, sənə deyirəm, amma heç kimə deməyəsin. Mən ölənə qədər bu sir qalsın. Əllamə Təbəttəbai dünyasını dəyişəndən sonra açırlar. Dedim mənə ki, tələbəsi danışır. Dedim mənə ki, İmam Rzadan bir neçə şey almışam, biri də budur. Heç kim də eşitmir, heç kim də bilmir. Namaza ki, dayanıram, Allah-u Ekber deyəndə ətrafımda hər nə varsa Allah-u Ekber deyirlər, eşidirəm özümü qulağımı. Bunu İmam Rza Əleyhisselam lütfü. Əslində Xudaki deyir ki, mən İmam Hüseyni çox sevirdim. Nə vaxt adı çəkilsəydi, mən kövrəlirdim. Dünyasını dəyişəndən sonra tələbələrindən biri onu yuxuda görür. Görür ki, halı çox yaxşıdır. Görür ki, əsinlərin də Xudakinin halı çox yaxşıdır. Soruşur ondan ki, hansı əməldə görə sənə hörmət edərlər? Deyir, ona İmam Hüseynin yanındayam. Çox böyük bir işlinlikdir. Vallahi Allah bizə də qismət eləsin. Deyir, İmam Hüseynin yanındayam. Deyir, yaxşı hansı əməldə görə səni İmam Hüseynin yaxınlığına apardılar? Nə iş gördün? Deyir ki, qəbrə qoydular məni, mələklər gəldilər sorğu-suala. Məndən soruşdular ki, Rəbbin kimdir? Dedim, Allah. Qiblən, dedim, Kəbə. Dinin, dedim, İslam. Quran, kitabın, dedim, Quran. Peyğəmbərin adını çəkdim. Dedilər, mənə imamlarımı say. İmamların adını sayanda, dedim, birincisi Əmir Əl-Mümin Əli Əleyhisselamdır, ikincisi İmam Həsəndir, üçüncüsü İmam Hüseyindir. İmam Hüseyin deyəndə kövrəldim, ağladım. Yandı ürək İmam Hüseyin Əleyhisselam üçün, darıxdım onun üçün. Gördüm, mələklər bir-birinə baxıb deyirlər ki, bunun işi Hüseyinləndir, biz bundan daha sual edənlər. Allah dostunu sevirsənsə, o səni heç vaxt tək qoymur. Ayətullah Qudçanı deyir, məni qəlb səyahətini yazan alimdir, klinik ölüm keçidir, bütün bərzəx aləmini görüb. O deyir, məni qəbrə qoydular, qəbir sıxırdı məni. Gördüm, sındırır qabrğalarımı qəbir. Təbii ki, məcazəndir bu. Çox sıxıcı bir yerdir. Biraz keçdi, gördüm ki, qəbrim genişlənir, artıq mələklər mənə hörmət edirlər, qəbrim nurlanır. Gördüm, başımın üstündə bir nəfər dayanıb, çox nurani varladı. Soruşdum ki, sən kimsən, sənin gəlişinlə mənim qəbrim nurlandı, məni rahat buraxdılar. Dedim, mən Əli qızı Zeynəbən gəlmişəm. Dedim, xanım, sən hara, mənim qəbrim hara, mənim yanıma gəlmək hara, başımın üstünə gəlmək hara. Vaxtı dedi, qoyaram məyər Hüseynə ağlayanlar çətin vəziyyətdə qalsınlar. Hüseynə əzadar olanları çətin vəziyyətdə qoymaram. İmam Hüseyin Əleyhisselam Allahın bir dostu idi. Hər birinizdən bu dəqiqə soruşsan, ürəyinizlə cavab verərsiniz ki, biz dini Hüseynin vasitəsilə tanımışıq.